birtər deyirsən Heç gözümə. biraz. Axır ki, yay gəlir, getdim yay ayaqqabılar aldım, amma heç xoşuma gəlmir. Qaçı yoxdur səndə, belə. Var, deyiləm Bəzi üstündə. şeylər artıqdır, belə istəyirdim. Ne, kesin doğrayacaqsan ayaqqabını. Yox, ayağım üçün belə şey deyil. Ha? Nə var, nə yox? Yoxsa gəlin. İşlər gücdə. Yaxşıdır. Futbola baxırsan? Baxıram. Futbol da oynayırsan. Gördün Türklər nə var? Qəşəng oynadılar. O futbolda da bir dənə işləyirlər. Top deyib gözümə. Nə varsan? Ha, belədir də. Futbol Başı mən sənə bir dənə şey deyim ha. Axır vaxtda gözümə bir təhər deyirsən. Vurulub eləməmsən? nə desən olar? Doğrudan? Nə desən olar? Mənə bax. Rəssam ki vurulmadı, o heç bir təzə iş yarada bilmədi. Mən razıyam səninlə. Bəlkə həkim çağırmısan? Yox, həkim mən şey. Niyə görə? Yox, qardaş. Bir nazarçı versin də, qardaş belə özü pis. Yaxşı da, hə. Özümü gözümə pis deyirsən. Hə, yaxşı, həkim. Yəni bir dənə zəng eləyim. Bir dənə yaxşı həkimimiz var, özü bizim dostumuzdur. Nömrəsi, hə. Deyirəm bu qədər artıq şeylər ayaqqabıya tikirlər. Sən artıq şey deyirsən, o kitabı oxuyuram, onu dəhşət yer. Salam aleyküm Rəşid müəllim, necəsiz? Bəli, mənə Sən müraciət doğrudan edin. da gəlirsən. Hə, kiçik qala deyən bəli, əlbəttə ödəyik. İstəyir, sizə bir işimiz düşüb, Rəşid müəllim, istəyir bizim bu 50 bir müayinə eləyəsiniz. Nəsə, axır vaxtlar gözümə bir təhər deyir. Nə tanış? Hə, bəli, gözləyirik. Özü yaxındadır da, burada da, hə? Yaxşı, yaxşı, oldu. Boşuna ev zaten Gələcək. verirsən, ha. Həkim yazdıqdır o. Niyə, nə oldu belə? Valla məndən bir şey. Mənə bu ayaqqabını nə kəsirsən? Valla artıq, bak kalan şeylər çıxıb kəsdim. Gör nə qədər. Qulaq as, ayaqqabı. Gör nə qədər ekonomidir. Mən kitab... Gəldim. Bu qapı necə vurur? Abi, Birinci sən- dəfə belə qapı vururlar. Səs oldu. Arif mən, xoş gəldiniz. Necəsiniz? Mən sizin fikrinizlə razı deyiləm. Nə mübahisə edirsiniz bəy, hə? Həqiqət. Nə oldu yəni belə? Mən fikrinlə razı deyiləm. Sağ olun. Dediyim sözlərində üstündə Təbrik yoxam. edirəm, təbrik edirəm. Çox gözəl kitabdır. Arif mən, oxumağa başlamışam, gözünüz aydın. Çox gözəl kitab. Amma biraz ağır gedir, açığını deyim sizə, bilmirəm nə üçün. Bəlkə nastroid eləməmişəm özümü. Başlamışam ki, elə olur. Hə, başlanmış biraz ağır gedir, amma maraqlıdır, sizə deyim. Özü ən yaxşı cəhətində də illüstrasiyalar da var, əyani vəsait. Xoşuma gəldi. Amma şair bir şey yox. Uzunçuluq var, hə? O kişi ətraflı yazır da. Ətraflı bilirəm, biri var ətraflı, məntiqli, mənalı. Hikmətli, kəlamlı, haqdan gələn salamlı. Biri də var ki, uzunçuluq eləyəsən. Uzunçuluq olanda sözün qüdrəti, mənası itir. Mən o romanı oxumuşam, yəni o qalıqa kitab yazmağa ehtiyac yox idi. Kişi bu boyda kitab yazır. Hə. Sən isə deydin bir cümlə ilə bu kitabı. Sənin cümlən vəbşi O nə boyda ki? hikmətli, Yox, kəlamlı, salamlı. Mən onu yazmışdım, düzdür. Ancaq sonra fikirləşdim, onu daha da qısa formada yazmaq olar. Yəni Aşıqlatma olar, o qısa sənin versiyonu, formada. bu kişinin versiyasıdır, heç daxlı var. Yox, əgər yaxşı dörsə niyə oxumusan axıracan? Yox, oxudum, gördüm mənə xoşuma gələndir, yaxşıdır, pisdir, gördüm yəni fikir var. Ancaq məni qane eləmir də. Uzunçuluğa yol verilib. Yenə deyirəm. Bu romanı mən sənin üçün yazmamışam, mən Ha. bütün cəmaət üçün yazmışam. Geniş oxucu. Cəmaatın da biri mən. Üçlüyənin də biri mən. Ay qardaş, mən Mənim oxuyuram. şair kimi xoşuma gəlmir. Sənin xoşuma gəlmir. Mən öz fikrimi bildirirəm. Mən cəmaatın da biri, oxucunun da biri mən. Mən də oxucuyam. Mən başlamışam oxumağa. Düzdür, ağır oxuyuram. O mənim xoşuma gəlir. Oxumuşam, başlamışam, biraz ağır gedir, amma çox xoşuma gəlir. Əcəb elə yazmışam. Mən ikinci hissəsini yazmağa hazır planını qururdum onun, süjet xəttim fikirləşirdim. Ha. Televizorda təsadüfən Fransada idim. Təsadüfən televizorda qulaq asıram bu kiçik qala verilişinə, görürəm bu söhbət. Başıloğlu oradan çıxıb gəlmişim. İndi xərclərimi alacam bundan mən ki. Neçə dildə yazılacaq bu kitab? Neçə dildə Aşı yazılacaq? öz dilimizdə yazacağıq. Sən Yox, uzatma. öz dilimizdə yazılır öz dilimizdə. Ha. O cür sifarişlər var. Sağ ol. Elə Fransaya bir məqsədim də o idi ki, orada da fransız dilində Qardaş, bir sənə var. Kişi əziyyət çəkib, gecə yuxusuz qalıb, yazıb bunu. Çap olunub, kitab şəklində buraxılıb. Sən öz versiyonu yaz, çap elə, onu... Bilirsən necədir abi? Yox, mən buna hörmət eləmək istəyirdim, şeylərin canı o dildə aparıb çap Hərənin işi gücü var. O çox uzun bir romandır. Bunu qısa formada yazmaq lazımdır ki, oxucu bunu bezməsin. Şirin olsun. Oxucu bezəndən sonra bu roman mənim nəyimə O lazımdır? birinci hissəsi Bu deyir. birinci hissəsi. Ha, onun ikinci hissəsini heç vəbşi oxuyan olmayacaq. Ay, sən niyə hamı canlı Var, danışsan? var. Mən bunu Vallahi götürüm, onu heç bura oxuyan qoyum. olmayacaq. İndi Arif mənim, davamı olacaq da bunda. Allah xeyirəcək olsun. Gəldim. Yəqin kiməsə lazımdır tabii ki. Hə, namik kimi, yaxşıdır.
Qardaş vaxtında gəlmisiniz. Xoş gəlmisiniz. Gəlin. Salam aleyküm. Burada qırğın gedir. Ne olub gene? Qırğın gedir. Niye? Arif müəllimlə şair qırğın gedir. Hoş geldiniz. Gəlin. Hoş geldin. Ana hoş geldin. Faktiki olaraq biz hakim rolunda keçin. Aha. Qırğın gedir burada. Niye? Hara getirdin? Ona görə ki, qardaş, bu kişi əziyyət çəkib kitabı yazıb. Mən də başlamışam oxumağa. Ha. O deyir ki, düz yazmamısan. Çox uzunçuluğa yol verirsən. Arif müəllim də deyir ki, qardaş, bu mənim versiyamdır. Mən də deyirəm ona. O versiyamdır. Uzunçuluğa yol vermişəm. Ətraflı yazıb da. Nəzmə nə çörürsən mənim əsərimi? Mənim süjetimdən istifadə nəzmə çörürsən. Şehir yazmışdı. Bəli, bəli. Keçən də şehir yazmışdı. Mən sizə söhbət açım bir qızın həyatından. Məşhur olan tanınmış ulduzun həyatından. Vaxtla vədə yetişdi, eşqə düşəsi oldu. Eşqi üçün alışdı, yandı bişəsi oldu. Nə bilsin ki, çox bilmiş hiləgəri sevdi o. Maşın təmir eyləyən çilingəri sevdi o. Ulduz olan bu qızın hesabına çilingər, özünü yaxşı tutdu, imkanları böyüdü. Market yiyəsi oldu, dükanları böyüdü. Ürəyindən ağrı, nə də acı olmadı. Ulduz olan bu qızdan ehtiyacı olmadı. Mənəm deyib özünü öyə meyil etdi. Özgəyə vurğun oldu, özgəyə meyil etdi. Ulduz olan bu qızın eşqini danan oldu. Başqa bir gözəl üçün alışıb yanan oldu. Yalan vədlər verərək uyutdu ulduz qızı. Çıxardıb yaddaşından unutdu ulduz qızı. Ulduz olan bu xanım evdar qadına döndü. Yalqız tənha qalıbdı. Qəmində, qəhərində, Bakı söylədiyimiz küləklər şəhərində. Bəlkə də dünyanın ən bədbaxt xanımı oldu. Bir vaxt səhnə xanımı, mətbəx xanımı oldu. Mövzu sənin xoşuna gəlmir, nöş nəzmə çörmüsən bunu. Əvvəla plagiatlıq eləyir, mənim əsərimi götürür, nəzmə çörür. Bu bir. Yox, mən yenə deyirəm, mövzu yaxşı mövzudur. Ancaq uzunçuluq var. Bayaq dediyim kimi, onu qısa formada da bildirmək olardı. Qısa forma ayrı bir dənə söhbətdir, ətraflı yazma ayrı bir dənə. Bu epopeyadır. Bu birinci cildidir bunun. Bu davam edir. Özdəki birinci hissədən sonra o ki, qəhrəmanların həyatı mənim nəzarətimdən çıxıb. O ki, özü gəlir onların yavaş-yavaş. İndi ikincidə nə olacaq Arif müəllim? İkincisi peşmançılıqları var onların ki, çilingər ki, qızı tək dana qoymuş. Bunlar oxumusan da, o yerinə gəlib çıxmısan. Yox, hələ gəlməmişəm bura. İtalyan dvorda yaşayırlar bunlar. Qızın biraz şəraiti yaxşıdır. Qaz pulun deyəsən məhəllədə kimsə verməyib. Qonşu verməyib. O axırı vərəqləməyib, qurulun başlayır. Linə gəlir, bunların evindən keçib, bunlara da qazı gəlmir ona görə. Pulun vermədikləri bunlara da. Bunlar verirlər, pulun. Həmin o qonşuya görə. Qonşuya görə bunlara da qazı gəlmir. Təsir edir də ulduz olmuş bir dənə qız, qadındır. Gözəl həyat görüb, birdən-birə gəlsin düşsün dar bir dənə otağın içərisində. Çilingərin də kişidir də, onun da ürəyi var. Tədricən başa düşür, düz eləməyib. Aha. Peşmançılıq çəkir. Al müəllim, mən o birinci hissəni oxudum. Onu qısa formada özüm bildiyim kimi yazdım. Belə bir şey yazdım ki... Yazmadın, yazmadın. Sən mənim romanımı nəzmə çörmüsən. Plagiatlıq eləyirsən. Mən sənə sonra icazə vermirəm. Heç bayaqdan deyən yoxdur bu əli. Əli gözünüzə bir tər deymir, rəngi zatı qapqara var. Mansur da xoş geldiniz. Rəşid müəllim, xoş gəlmisiniz. Salam aleyküm. Başımız da gəldi. Geldim. Salam aleyküm. Hoş gördük. Hoş geldiniz. Salam aleyküm. Əyləşiniz, buyurun. Salam aleyküm. Hoş gördük. Ya Allah'ın Mansur da. Doktor, belədir vəziyyət. Bəli. Bizim, Mansur da buyurun əyləş. Bizim işlərimiz bir qədər əngələ düşüb. Buyurun. Əvvəla bu əli nəsə heç xoşuma gəlmir. Rəngi qaralıb, gözü balacalaşıb, özündə bir tərəf var. Az danışır. Bayaqları içəri girəndə ayaqqabı gətirib, özü təzə ayaqqabı alıb basana çıxdı. Gəldi, ayaqqabının qıraqlarını kesti. Deyir ki, artıq şeylər var. Nəsə belə, Bəlkə bu başa sağlam, bu deyəsən cavanlıqda heç vurulub eləməyib. Nə oldu? sağlamdır yoxsa bir xəstəyə oxşayır? Xəstəyə oxşamır o, normal adama oxşayır o. İndi ola bilər o niyə kəsir ayaqqabını? Artıq şeylər vardı onun. Bacanın şurada artıq şey mən görməmişəm oxum. Vallahi nə bilim, biri bir tərk edir. Bunlara hər şey artıq görsənir. Biri deyir ki, roman yazmısan, uzun çəkirsən. O birisi deyir, ayaqqabı tikiblər, artıq da əsib kəsirəm mən onu. Bu nətər olur bu, mən bilmirəm. Ay, göstər onu. Göstər görüm ayaqqabı. Qət təzə ayaqqabı götürüb kəsib. Hara tulladın onları?
Normalde bu kadar artıq şeylər çıxır. Lazım. Namiq, sən belə şey görmüsən qardaş. Basamışla görünə Bu görə. nəysə başqa şeylə Təzə alır. şey alır. Doktor hə görürsüz, çoxdur da. Yəqin ki bu sevir. Həkim bilsə qədrimi, dərdimi bilər. Yox, biz də bilirik sən. Yəni bu forma modda. Məhəbbət əlamətləri. Hə, o da düzdür. Amma adətən belə şeylər yazılı olmalıdır da. Əlində biraz gecikib deyəsən. Gördün də bax həyat budur da. Həyatda olan şeyləri tam təfsilatı ilə yazmaq lazımdır. Həyatda olan şeyləri təfsilatı ilə münasibət bəsləmək lazımdır ona. Sizin işiniz gücü da biri orada keçir, bu boyda romanı deyir, mən bir dənə şeirin içinə salıram. İndi o dərinlə varmırsınız da, onu niyə kəsib o ayaqqabı? Yox, Arif bəy, mən varıram, o varmır. O içindən keçidir onların hamısının. O gör, bax xırdalığına qədər mənim qəhrəmanım da var. Məsələn, 5 çap vərəqəsi həcmində qızın daxili aləmi mən yazmışam. Onu 2 dənə cümlə ilə yazmaq olar, mümkündür. Mən o romanı oxudum, mümkündür. Və yazdım, mən yenə fikrimin üstündə dururam. Belə bir şey yazdım. O gəldi deyəsən. Maşallah. Ay salam belə. Xoş gəlmisiniz Yusuf müəllim. Salam əleykum. Xoş gəldiniz. Çoxdan da görsəm. Var olasınız. Siz olmayanı burada müəyyən proseslər baş verir. Gəlin, xoş gəlmisiniz. Bakıda bütün sizin söhbətçi gedir. Əyləşin. Yusuf müəllim, siz burada olmayan vaxtda müəyyən hadisələr baş verib ki, agah eləmək istəyirəm sizi. Bizim Arif müəllim əzizimiz kitab yazıb. Bax, bu da həmin o kitabdır. Bir romandır. Bəli. Samballı bir əsərdir. Bizim şair qardaşımız Anar da bu əsəri bəyənmir, deyir ki, burada çox böyük uzunçuluğa yol verib. Biz ona dedik ki, qardaş, bu onun versiyasıdır. İstəyir belə yazın. Arif müəllim, mən sizin tegmançınız deyirəm. Amma ədalət uğrunda mübarizə aparıram. Çox sağ olun. Düzdür yoxsa düz deyil? Namiq, sən heç bax. Bədii təsvir verib. Adam belə görür. Ana özündən oyun çıxarır. Evet, şimdi 5 bəndli şeir oxuyan yoxdur. Nə qala bu boyda romanı kimdə oxuyur? Niyə oxumusan onda? Niyə oxudun? Mən oxudum da sən xat yoxdur. Mən görmən içində nə Mən var? oxuyuram, maraqlıdır məsələn. Vallahi mən də bir tərəfə baxıram. Bundan qabaq biz köhnə vaxtlarda, yadınızda da o vaxt duz çörək oxuyardıq, dastan oxuyardıq. İndiki dövr, elə dövr gəlib. Elə durursan oxumağa deyirlər ki, qısa elə. Ona baxıram, mən şairin müdafiə eləmə deyəndə ki, belə məsləhətçi Məndən fikrimlə razılaşırsan. Çox, bunu oxumaq gerək qardaş. İndiki kompüter dövründə bu böyük kitab oxumaq, nə bilim var. Yusuf müəllim, o qədər də böyük deyil, iri hərflərlə yazılıb. Yəni bu göründüyü qədər böyük deyil. İçərisində illüstrasiyalar var, əyanı və s. Bu qızın gözəlliyini təsvir edir və birdən 2-3 vərəq qızın şəkli və yaxud çilingərin şəkli. Qardaş, bu normal bir şeydir də. Elə 5 vərəq desən o qıza təsvir verib. Bədii təsvir. Maraqlı kitab. Yox, sən deyirsən ki, qısa oxumaq lazımdır da hamısı. Amma dövr elə gəlib, yəni mənli deyil. Muğamatı nə müddət oxuyurlar? Şimdi muğamata qulaq asan var ki, muğamata oxuyan kimi deyirlər ki, Yusuf müəllim, nə şeylə deyirsiniz? Qulaq asana biz burada. Böyük məmnuniyyətlə qulaq. Yox, muğamata Qulaq deyir, düzdür da, demirəm məsələn, bu dəqiqə maşallah bizim götürək Bakının kəndlərin, götürək bizim rayonlarımız var, məsələn, biz Şamaxıya, Mədəsərə gedirik, Qəşəyrə, düzdür, orada istəyirlər. Məsələn, Göylər kəndi var, elə ora gelsin ancaq muğamat istəyirlər. Amma, nə bilim, ümumən götürəndə qardaş, indi biz həmişə gedib, məsələn, muğamat olan yerdə, yəni muğam, belə də. Bax, biz səhərdən burada mübahisə aparırıq, bizdə həkimimiz var, təbibimiz var. Rəşid müəllim, bu psixoloji vəziyyəti bir analiz eləyə gəlir. Bilirsiniz, bu saat belə adamlar çoxdur. Onlar uzunçuluğa çox yol verirlər. Bəzən adamların saatlarla vaxtını alırlar və gəlib söhbət edəndə içində heç nə yoxdur. Buna tibdə laqareya deyirlər. Söz ishalı deyirlər. Bu da roman da o boyda yazmaq mənə elə gəlir ki, normal iş deyil. Yox, Rəşid müəllim, bunu əvvəl mən bilən oxumaq lazımdır, sonra nəticə çıxarmaq olar. İndi belə yox, süjetdən görünür ki, o boyda roman heç kəs yazmır bu saat. Uzun müddət bunu belə yazmaq, buna söz ishalı deyirlər. Sözün qarnı ağrıyır. Bu normal hal deyil. Buna polaroid da deyirlər el arasında belə. Amma bu çox qısa olmalıdır. Məsəl üçün şeirlə və yaxud da qısa yazılmış şeylərlə, məsəl üçün balaca yazıb hər şeyi insanlara çatdırmaq olar. Amma o boyda romanı kim oxuyacaq ki? Ona vaxt da yoxdur. Yox, doktor, mən bunu ssenari şəklində yazmışam. Bundan da serial çəkiləcək. O, lap biabırçılıq. Niyə biabırçılıq? Niyə o
Serial çəkilen bilirsiniz nədir? Serial özləri insanın başını qatmaq üçündür. Orada heç bir normal iş yoxdur. Mən o kitabı istərdim ki, qısaca, konkret nədən gedir məsələnin sujetini verəsən. Hər bir romanda, hər bir şeirdə bir fəlsəfi fikir söylənilməlidir. O cümlədən sizə fəlsəfi fikriniz nədir? Deyin ortalığa qoyun, ondan sonra başlayın deyin ki, bu Doktor, orada ayrı-ayrı yerlərdə fəlsəfi fikirlər də var. Orada çox gözəl fikirlər var, tərbiyəvi əhəmiyyət daşıyan yerlər də var ki, onları oxuyub gənclərimiz, cavanlarımız görəcək. Mən oxumamışam, düzün deyil, mən... Siz doktor oxuyandan sonra görəcəksiniz ki, mənlə razılaşır. Burada o qızın şəkilləri var, o istirablı şəkilləri. Mənim nəyimə lazımdır o istirablı şəkillər? Mənə fikir lazımdır, fikir, məntiq. Balaoğlan müəllimlə şimdi yekunlaşmayıb, indi də başlayırsın. Bizdə maşallah iki bağlı ölkədə işin bu dəfə dəhşət ola bilər. Bayaqdan deyirsən, biz çıxar şeiri oxu da. Həm də bir şey görəndə bax bu da öyle. Maşallah. Ona görədir. Bəlkə deyə bilərsiniz bugün şeiri. Qonaqlarımız var. Bu adam daha qonaq deyil, maşallah öy yesidir daha. Salam aleyküm. Hoş gəlmisən. Sənin üçün Salam aleyküm. Ay maşallah. Gəlin. Salam aleyküm. Geç. Hoş geldin. Necəsiniz? Sağ olun. Allah razı olsun. Gəlin. Salam. Arif müəllim, bu qədər deyir ki, yazmışam, belə eləmişəm. Qardaş, Qoy desin. Bu meydan da şeytandır. bir gidən də. Ha. İndi qapı da öləcək. Çilingər aldadıb bir ulduz qızı. Mən necə söyləyim, haqdır bu sevgi. Bir səhnə xanımı evdar olubsa, onun ürəyinə dağdır bu sevgi. Könülə toxunub qəlbə dəyənin, sevirəm mən özüm billəm deyənin, böyücün sözünü dinləməyənin, əlini başına qalxdı bu sevgi. Qarşıya şərt kimi qoysa damızın, keçsə də sərhəddin çıxsa da cızın, ayamın baxulduz olan o qızın, qəlbini yandırdı, yaxdı bu sevgi. Tutduğu işdən peşiman oldu, evini uçurtdu, yıxdı bu sevgi. Əgər sənin bu sözün, mən də bir təbə gəlim. Gəl də Yusuf, gəl. Baxdı getdi. Nədir? Bu nə şeydir? İlahi belə də gözəl olarmı? Sağ ol, sağ ol. İlahi gözəl, belə də gözəl olarmı? Can qələm çəkənə, ay şair nə gözəl çəkir. Üz-üzə, göz-gözə sehrlənmişik. Üz-üzə, göz-gözə sehrlənmişik. Nə gözəl əl çəkir, nə gözəl çəkir. Güley gözəl. Güley gözəl, gözəllikdə bircə sən. Bu yerlərdə bir mən olan, bir də sən. Gül üstündə arıya bax bircə sən gör. Gülün nazını gəl gözəl çəkir, nə gözəl çəkir. Gəl salma Məmmədi gözündən gözəl. Gözüm göz görməyib gözündən gözəl. Mən yazıq neynəyim gözündən gözəl. Nə gözlərim doyur, nə gözəl çəkir. Maralı qaçar dağ üstə, bülbül uçar bağ üstə. Maralı qaçar dağ üstə, bülbül uçar bağ üstə. Niyə mənlə küsmüsən, nax çəkirsən dağ üstə? Niyə mənlə küsmüsən, nax çəkirsən dağ üstə? Getmə maralı, nə ki dərdim maralı. Gözünə dün baxmasan, gözlərindən saralır. Getmə maralı, nə ki dərdim maralı. Gözünə dün baxmasan, gözlərindən
olsun ki ben de istifadə edim biraz. Eşq olsun. Eşq biraz muğam oxudum. Allah mənim darıxdı muğam oxumaq üçün. Yox, bir daha baxın da, bax oxudun tutarın. Bəli. O sonra yarım davam edirsən. Bəli. Ona ehtiyac var da, gözəllik gətirir. Bəli. Mənim də romanımda odur da. Bu Bəli, şeir təsvirdir ya. Bəli, mən istəyirəm ki, burada mən şair məni bağışlasın, mən keçəm sizin tərəfə. Çünki deyir, zərin qədrini zərgərdirlər. Bu kitabı oxuyanlar hər halda bu qiymət verəcəklər. Mən bilirəm ki, Arif müəllim, siz elə belə roman yazmısınız. Oxsalar. Mən keçdim sizin tərəfinizə. Arif müəllim o kitab məhəbbət Bəli. haqqıdır. Tək məhəbbət deyil. Orada hər şey var. Hər şey var. məhəbbət də var. Sujet xətti Bəli, məhəbbət. məhəbbət bir sənədir. Məhəbbəti Nizami Füzuli Leyli Məcnunda yazır. Bu qız üçün bu oğlan dəli olur və axırda deyir, sən də Leyli deyirsən, get. Bundan uzun yaza bilməzsən sən axı. Bu yazılıb, o boyda kitabı yazmaq nəyə lazımdır? Yox, Kimə yox. lazımdır? Leyli Məcnun Nizamidən Füzuliyəcə 50 də Leyli Məcnun yazılıb. Bəli. Hə, bu yazıb əgər məhəbbət O boyda yazılır bax. bu əvvəla serial üçün ssenaridir eyni zamanda. Roman deyim, mən onu ssenari şəklində yazmışam. Hansı götürüb saat başlayınla çəkməyə. Bu vəziyyətdə yazılıb. Hazır sürəydi də. Bəli. İnsanları uzun müddətə vaxtını alırsan, faydaləməklə məşğul olmur. Nədir bir cilingər birdən qıza artistə vurulub, onun daxili nə olub, necə təzədən bir də barışırlar. Bundan ötürü bu boyda şey yazmaq və insanı bir kəlmə söz qısa yazardın ki, bu doğrudan da bu əsərdir. Hekayə forması. Bəli, hekayə formasında qısa aydınlaşdırılır və orada bir fəlsəfi fikir söylənlərdir. Rəşid müəllim, mən üzr istəyirəm, amma orada biraz məsələ elə deyil. Orada hələ birinci hissədə barışmırlar. Birinci hissədə Çilingər qızı atıb çıxıb gedir. Başqasını. İkinci hissədə indi Gələ var bunu, gələ. ikinci hissədə peşman olacaq və başlayacaq. Bu dəhşətliymiş ki. Mən ömrüm boyu bu əsəri yazacağam. Ömrüm boyu. Allah Həyat qəlbinə öz qüvvət axarın, özü qoyub bu romanın üstlərinə. Elə o qayda ilə də gedir. Ona görə də bu roman ola bilər ki, 2 də cild olsun, 3 də cild olsun, 15 dədində Allah nə qədər ömür verib də mən yazacağam. Cənab həkim, mən hardasa bu bizim şairimizlə, yazıçımızla Arif müəllimə çox razıyam. Ona görə ki, hamımız baxmışıq, Titanic kinosuna da. Orada bir dənə belə vərəq görmüsünüz də, bir dənə vərəqin üstündə o boyda kino qurulub. Bəli, bəli. İndi Arif müəllim də yəqin bir dənə o Çilingərlə o Ulduz xanımı həmin o vərəqə bənzəyir və onun ətrafında böyük bir sənət əsəri yaratır. Nami fikir verirsən? Rəssam gözü. Fikir verir. Rəssam gözü, rəssam fikri başqa. Yox, mənə elə gəlir ki, bir kəlmə söz demək lazımdır. Nami, sən səhərdən qədər görürsən, burada eşidirsən. Gözüm üstə. Bu, bilirsən, mən biraz müdaxilə eləmək istəyirəm. Allah xeyir versin Arif mənim romanımızda. Biz də keçən dəfə öz fikirlərimizi bildirdik. Görsəydim deyərdim Çaskovunu, yazıb yaratdığın romandan danış, yazıb yaratdığın romandan danış. Sən romanda tuza, bax yenən tuza, bir çilingər vırılıb orada bir qıza, özü də qız nə qız ilham ulduza, məhəbbətin oduna yanandan danış, məhəbbətin oduna yanandan danış, tərəz yaratdığın romandan danış. Görsəydim deyərdim Çaskovuya, yazıb yaratdığın romandan danış. Mən elə oxuyuram onu, biraz oxumuşam hələ. Amma bu Rahib qardaşım kiçik qalanın suyundandır. Bura gələn görürsən ki, Arif müəllimi biz tanıyanda Çaskovuyuz. Artıq şeir yazır. Və burada şirin meyxanalar, şirin romanlar. Roman yazır. Roman yazır, daha doğrusu, bəli, roman yazır. Axıra gəlməsin məsləhətdir. Ya indi bilirsən... Heç birimizi bəyənmirdi ya. Yadımda da hamısı yadır. Yox, bəyənmir deyəndə ki, sən deyirsən ki, qısa olsun ha. Rəqs eləyəndə bir də qolu açırsan, çıxırsan, gedirsən. Rəqs başqadır, roman yazmaq başqadır. Yox, indi bilirsən... Sən əli ilə bəlli sənsən. Qısa demək deyirəm, sən bizi, heç birimizi bəyənmirdi. Yox, mən bəyənirdim, deyirdim, daha yaxşı ola bilər. Bu mənada. Daha yaxşı yaz, bir də deyirim ki, daha yaxşı yaz. Bu uzunçuluğa yol. Yox, bilirsən necədir? Elə orada mən oxuyuram, indi axırda çatmamışam, tam fikrimi Elə axırına getməsin məsələ. Bilirsən, elə misra var ki, 2 dənə balaca misra, böyük bir dənə fəlsəfədir. Füzuli dərd alindən dağa çıxdı, Didilbər bəxtəvər yaylağa çıxdı. Görürsən, böyük bir dənə fəlsəfə var. İndi orada da mən başa düşürəm də Arif müəllimi, orada o bədii təsvir. Orada fəlsəfədən, zatdan söhbət gedir. Zatdan deyəm, mənə fəlsəfə var. Fəlsəfə yox. Mən oxumuşam. Nami qardaş, bir Orada kəlmə fəlsəfə yox. bir dəqiqə. Ya Allah.
Kiçik qala, kiçik qala, gələn qonağı gətirir ala. 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 Qorxma sənə ilişmərəm, ələ ayağa da düşmərəm. Rahib buranı dəyişmərəm, bu balaca yeri dəyişmərəm. Bərbəzəkli böyük zala, bərbəzəkli böyük zala. Kiçik qala, gələn qonağı gətirir ala. Kiçik qala, gələn qonağı gətirir ala. Düşdü gecə burha bura, gözümüz çatıb burdan ora. Əli şəxsən baxır bura, kələ götür nə çəkib mala. Kələ götür nə çəkib mala. Kiçik qala, gələn qonağı gətirir ala. Kiçik qala, gələn qonağı gətirir ala. Olar şair bəs onda kim? O şairdir bəsdir bu kim? Mən sənətimlə əl çəkim. Uçaskovamızı həkim bənzədibdir narmala. Bənzədibdir narmala. Kiçik qala, gələn qonağı gətirir ala. Kiçik qala, gələn qonağı gətirir ala. Əli də eşqdən verir xəbər, məni də tutub qəm kədər. Ayaqqabını kəsənə qədər, get balçı tap baxdır fala. Get balçı tap baxdır fala. Kiçik qala, gələn qari gətirir ala. Kiçik qala, gələn qonağı gətirir ala. Arif müəllim təbin yaman, uçaskov idim bir zaman. İndi isə yazırsan roman. Dəyişmərəm cəlala, dəyişmərəm cəlala. Kiçik qala, gələn qonağı gətirir ala. Kiçik qala, gələn qonağı gətirir ala. Kiçik qala, gələn qonağı gətirir ala. Satdı keçib aşıram mən, satdı keçib aşıram mən. Şeirə qoşuram mən, ilham gəlir coşuram mən. İlham gəlir coşuram mən. Söz deyirəm bala, söz deyirəm bala. Kiçik qala, gələn qonağı Gətirir ala, kiçik qala, gələn qonağı gətirir ala. Anarda meyxana qanıb, artıq şairliyini danıb. Kiçik qala haçan yaranıb, cavab verginən suala. Cavab verginən suala. Kiçik qala, gələn qonağı gətirir ala. Kiçik qala, gələn qonağı gətirir ala. Cavabçı yoxdur gümanı, bununla getdi din imanı. Saskovu yazıb romanı və hazırlaşır seriala. Kiçik qala, gələn qonağı gətirir ala. Qatma harama halalımı, söz bil cəlalımı. Tapın mənim sualımı, biraz beynimi qurdala. Açan yaranıb kiçik qala, kiçik qala, gələn qonağı gətirir ala. Kiçik qala, gələn qonağı gətirir ala. Kiçik qala, gələn qonağı gətirir ala. Bitirmisən zamanını, ümidini, gümanını. Bəyənmirəm romanını, Arif məndən qalmadala. Arif məndən qalmadala. Kiçik qala, gələn qonağı. Növbə gözdən öştələsir, nervidən dil dodağım əsir. Kiçik qala o vaxt yaranıb, tarix 14-cü əsr. Gətirməyirdin xəyala, gətirməyirdin xəyala. Kiçik qala, gələn qonağı gətirir ala. Kiçik qala, gələn qonağı gətirir ala. Çəkərdim ətindən kebabla, beyliyərdim inqilab. Sual və verəcəkdim cavab, yenə sual ver cavabını ala. Cavabını ala, yenə sual ver cavabını ala. Kiçik qala, gələn qonağı gətirir ala. Araqlı uçub
paviya, bal oğlanla çıxdın davaya, sataşırsan uçaskovya, nöşdünmüsən kriminala, nöşdünmüsən kriminala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Amar sənətində bişir, sonra əl ayağa düşür. Baxma ki, əvvəl ilişir, sonra qorxub qayıdır dala, sonra qorxub qaçır dala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Arif roman anar şehir, nöş vermədin romana xeyir. Hələ bu nə romandır deyir. Arif bu da yazır şehir. Gah mıxavırır, gah nala, gah mıxavırır, gah nala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Anardan gəlməyəcək cavab, ondansa iskinə sirab. Gəl sən üçün çəkim kebab, parmağımın onun da yala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Rüfət qardaşımın vesi, həkimin o yandan həvəsi. Yusuf'un gəldikcə səsi, bənziyir tutiyə bala, bənziyir tutiyə bala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. 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 Gələn qonağı gətirir ala. Şahin dadda ləzzətdədir, sözün dadda ləzzətdədir. Nə varsa bu sənətdədir, söz anekdot rüfətdədir. Rüfət çıxardı bala bala, çıxardı özə bala bala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Şəmşir quzu təkməliyər, Namik onu qanına bəliyər. Mansur dayı rəqs eləyər, bir söz qoşar ağsaqqala, bir söz qoşar ağsaqqala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Yaxşıya qarışdı yaman, qoy sözüm olsun ərmağan, qoy sözüm olsun ərmağan. Yolu gözləyir mozalan, yazıblar adlı jurnala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Kiçik ala, kiçik ala, Oldu anar gəlmir səsin, az anarın sözünü kəsin. İmkan ver şair də desin, imkan ver şair də desin. Salma ginən ürəyi xala, salma ginən ürəyi xala. kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Kiçik ala, kiçik ala, Gələn qonağı gətirir ala. Həm yaxşı, həm yava elədim. Həm yaxşı, həm yava elədim. Mən onu qova elədim. Balıqlarla dava elədim. Səbəb oldum qalma qala. Səbəb oldum qalma qala. Kiçik qala, kiçik qala. Qala, kiçik qala, gələn qonağı gətirir ala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. kiçik qala, Kiçik ala, gələn qonağı gətirir ala. Tanınmısan ekran ilə, kiçik qala bu ünvan ilə. Dalaşdım balovlan ilə, qabağa getdin yoxsa dala. Saldım başını qalma qala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Kiçik ala, kiçik ala, Gələn qonağı gətirir ala. uyma anarın dilinə, bir bax onun istilinə. Yükü qoyursuz belinə, tutursuz üzüm bir bala. Yüzünü tutursun bir bala. Kiçik ala, kiçik ala, gələn qonağı gətirir ala. Həküm salma davamızı, dəyişdirmə bu havamızı. Nədir
bilirsən uçaskovamızı aparaq indi hospitala, aparaq indi hospitala. Kiçik qala, gələn qonaq gətirir Əmami qeyliyir zarafat, anar sənə sözüm amanat. Başın qalmaqsın salamat, cavab vermə hər signala. Kiçik qala, gələn qonaq gətirir ala. Kiçik qala, gələn qonaq gətirir ala. Çağırsın bir sadıq, gəlim dilimdə şeiri qəzəlim. Sağ olsun o Vaqif müəllim, bizi çəkir spes kanala, bizi çəkir spes kanala. Kiçik qala, gələn qonaq gətirir ala. Kiçik qala, gələn qonaq gətirir ala. Kiçik qala, gələn qonaq gətirir ala. Demirəm sənətlə bişməsən, anar yervi dəyişməsən, Saskovya ilişməsən, səni verərlər tribunala, səni verərlər tribunala. Kiçik qala, gələn qonaq gətirir ala. Kiçik qala, gələn qonaq gətirir ala. Kiçik qala, gətirir ala. Karvan keçir hürür höpək, karvan keçir hürür köpək. Bir xoş eylə arzu dinlə, roman sənin nəyvə gərək, sataşmaq ona nəyvə gərək. Salar qollar bu qandala, salar qollar bu qandala. Kiçik qala, gələn qonaq gətirir ala. Kiçik qala, gələn qonaq gətirir ala. Kiçik qala, gələn qonaq gətirir ala. Kitabçın elyə inqilab, çox ağırdı verir əzab. Belə ağır olmaz kitab, belə ağır olmaz kitab. Get bir hörmət et qazala, bu ağrında olmaz kitab. Ehtiyac vardı hambala. Kiçik qala, gələn qonaq gətirir ala. Kiçik qala, Oxudu Yusuf müqamət, ansambl eləyir qiyamət. Yusuf oxudu müqamət, ansamblında var cəsarət. İlkin eyləyir müşayət, eşq olsun profsanala, eşq olsun profsanala. Kiçik qala, gələn qonaq gətirir ala. 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 Ay anar səni çəkim təlimə, barda əlvi at əlimə. Cavab ver Arif müəllimə, ya da başımı bağlaşala, ya da ki başımı bağlaşala. Kiçik qala, gələn qonaq gətirir ala. Kiçik qala, gələn qonaq gətirir ala. Anar keçim andamana, düz qiymət yaxşı yamana, düz sözdü yaxşı yamana, bir də sataşma romana, salma boynumu babalaya. Öz aramızdır. Belə meyxanadan sonra ancaq gərək Mansur dayının bir rəqsinə tamaşa
olsun qardaş, heç nə danışmırsan. Necə məsləhətdir? Bir dəfə biri gəlir, maşını saxlayır dəlixananın qabağında, amma başqa yerə gedir. Qaydanda görür, o şimdi təkərin biri yoxdur, nə bilim, dağıdıblar, dəlilər, sındırıblar. Neyniyim, necə eləyim? Daha yaxşı zapas təkəri çıxardır. Sonra deyir, bəs bunu nə ilə bağlayayım? Boxtar zadda itib hamısına. Birdən görür dəlixananın damından səs gəlir. Ya qardaş, baxır görür bir nəfər deyir, nə var fikirləşirsən? Deyir, təkər var ya, amma ki, bunu necə bağlayayım? Deyir, burada nə var ki? O birisi 3 təkərlə, hərəsindən bir dənə box çıxart, bunu bağlayır. O da baxır, deyir, sən belə ağıllısın, sən biz dəlixanada neyinsən? Deyir, Allah dəli özünsən, mən dəli deyiləm, mən damı qırırıram. Kimə aid idi? Burada Doktor, burada artıq müəyyən nəticələrə gəlmək olar da. Cəmaət burada bəziləri özlərini artıq bir balaca qeyri-adi sayırlar da. Siz bir həkim kimi hansısa bir zaxruçeyni vermək olar, yoxsa yox? Mən sizə deyim ki, siz elə bilməyin ki, küçədə gəzənlər hamısı ağıllı adamlardılar. Siz onu elə bilməyin. Və siz bu vaxtilə Çaskov olub, indi yazıcı olub. Nətər oldu yazıcı olub, ədəbiyyatı qutarıb, haram qutarıb. Bunlar normal haldır. Buna deyirlər şizofreniyanın yüngül formasıdır. Və yaxud da laqareya deyirlər. Söz isaldı. Yazır ki, bu qaşı belədir, gözü belədir. Adam bir qaşı olar, bir gözü olar. Onda bir yağlı olar, ya qara, ya göy olar. Yo, doktor, sizə verəcəm o kitabdan da oxuyandan sonra... Yo, mən onu oxuya bilmərəm, sən elə şey eləmə. Bilirsiniz, mən roman oxuyuram çox. Açıq deyim, bizdə o qədər karfeylər yazıblar, romanlar yazıblar, onlar oxumuşuq hamımız. Məsələn, elə romanlar var ki, doğrudan da əhəmiyyətlidir, orada bir fəlsəfi fikir söyləlir. Doktor, axı onlar köhnəlmiş romanlardır, bu müasir əsərdir. Mən yaxınlarda bu müasir əsərdir. Mən sizə deyim də, roman hamısı bir adamın həyatının üzərində qurulmuş hadisələrdir. Onu bəzən elə verir ki, orada bir fəlsəfi fikir söylənir. Məsələn, bizim Rəsul Urza kimi şairimizi bizimkilər anlaya bilmədi. Mən sizə açıq deyim, o deyir ki, açıram pəncərəni, üşüyürəm, bağlayıram, töşüyürəm. Deyəcəksən, gah aç, gah bağla, məni nadan sanma, kişi sən suala cavab ver, üşüsəm, yaxşı töşüsəm. Bu söz yığında elə bilir, amma elə o deyil. O dövrü, hələ o kommunist dövrünü o vaxtdan qamçılayırdı. Deyir, nə vaxt ki, haqqı deyirəm, ağzımı açıram, məni Sibirə sürgün edir, üşüyürəm. Nə vaxt ağzımı bağlayıram, nə qədər haqsızlıq görməliyim, ürək xəstəliyindən burada ölürəm. Mənə bədəlirsən bəzən haqqı deyil, bəzən nə haqqı. Məni nadan sanma, ya Sibirdə üşüyüb ölməliyim, ya burada ölməliyim. Bu fəlsəfi fikirdir. Bunlar şeirdə də, romanda da, hekayədə bir fəlsəfi fikir olmalıdır. Doktor, orada da var fəlsəfi fikir. Mən sizə deyim, qonşu qaz pulunu vermədiyinə görə, bunların... O fəlsəfədir. Həyat fəlsəfəsidir. Vallahi gündə rastlaşdırmış şeydir. Bayaq bir də bayaq gördüm, biraz ölüm qoymadım, oxuyum. Bayaq bax, deyir ki, araz axır köndələn, qamışda bitib dikdiş. Ay qız, mənə bir məktub yaz, yolunu gözləyirəm. Ben de bunu ne bayat bunu burada yazdı. Onda o Çilinger yoldaşının yazdı. Yani Bu Çilingerin sevgilisinin sevgilisinin bayatı yazır da. Yusuf müəllim, o Çilingerin başına gələn əhvalatdır. Başqa bir qol... Mənə məhkəməcə barışmaq Yox, başqa bir qıza gözü düşüb, ona götürüb o yazıb. Bu Çilinger də şair deyil, bunu götürüb düz qafiyə ilə yazsın. Bacarı belə də yazır da. Sən həqiqətini düzgün gərək yazırsan. O elə qafiyə tost yerli yataqlı deyilsəydi, onda da o nə Çilinger? Nə Çilinger olardı, bəli. Ya ola bilər Çilinger qafiyəni bilsin, şair olsun. Bizim Hara gəlsin ha. Bu nə anlar ya? Ali müəllim, siz demədi bizim şair kimi yoxsa bizim Çilinger kimi? Yox, yəni mənim qəhrəmanım Çilinger ki var ha. O əgər qafiyəni düppədüz yerli yataqlı desəydi, təxtlər yerində filan, da onda o nə Çilinger? Onda ondan sıvarışıq olmaz da. Gəl burada da anar da şair. Aşıq deyil, Çilinger. Bir nəticə çıxardıram. Bax, bizim burada məclisimizdə bir qardaşımız əyləşib. Nə olar ki, gəncdir. Bu adam hər şeyi, bütün musiqisini, hamısını yerində bilir. Səlim qardaş, sübut elə. Bir dənə zəhmət olmasa.
səfa yerindən göz açandan başından almışam mən ilhamımı. Necə də sevməyi mən olma Azərbaycanı. Azəri babalara, Azəri torpağını, hamımız övladıyıq, başı bizim anamız. Sen sağ sen güneşim, Azərbaycanıma, əzizdir mənə vətənim, yanlarım başıma. Öz aramızdır Mansur dayı. O Moldavska antika alındı ya. Amma nəsə çatışmır deyə elə bilir. Oğlum gəlir qızla oynayırsan. Ay, roman, görürsən ki, bax, Aman, eşqi, məhəbbət. öz aramızdır. Bax, hamısı o romandan irəli gəlir ha. Bəli. O məhəbbətin ikinci adı romandır da, elə deyil. Görürsən, bu roman olmasaydı heç burada biz bu qədər məhəbbətdən danışmazdıq. Bəli. Moldav rəqsi olmazdı və Bəli. sən yada salmazdın. Məhəbbətin Doktor, görürsünüz ki, bax, deməli bu kitabın əhəmiyyəti çox böyükmüş, sən demə. Hələ deyir Nami? Bəli, bəli. Məhəbbətin əhəmiyyəti böyük. Kitabın yox. Məhəbbət bilirsiniz, hər bir insanın daxilində məhəbbəti var. O məhəbbət insan anadan olandan əmələ gəlir. Uşaq vaxtı atıya, anıya, yaxın adamlara get-gedə məhəbbət axırda olur o başqa məhəbbət, qıza məhəbbət. Bu kitab indi bilirsiniz, bizim şairlərimiz fəlsəfi fikir söyləməlidirlər, xalqı irəli aparmalıdırlar, bizi irəli aparmalıdırlar, insanları düşündürməli şeylər yazmalıdırlar. Belə şeylə, bayağı şeylərlə heç hələ çıxmaz. Valla bayağı öyle. Valla bu dəlli əlamətidir. Bu məhəbbət işləməyəcək. şizofreniya əlamətidir. Ay doktor, oxumamış fikir yürüdürsün. Oxumamış ya, onu oxumağa vaxt da yoxdur, imkan da yoxdur. Bir ay məzuniyyətdə, 24 gün, 20 gün məzuniyyət, ged otur istirahətdə oxu. Müəllim, indi bir dənə şey var da, məsələn bu boyda romandır da, bunu mən oxumuşam. Nə gedirəm, fəlsəfədən burada söhbət edəməz. Ancaq Salam Sarvanın 2 sətr sözü var, deyir ki, sənin ad günündə gül dərmək üçün sinəmə çəkdiyin dağa çıxıram. Adətən biz torpaq dağı çıxırıq da, güldə. Bu deyir, mən bura çıxıram. Bu böyük fəlsəfədir, deyilməmiş sözdür, poetik fikirdir. Ancaq mən elə bir sözə, elə bir fikrə, ona bənzər, rast gəlməmişəm. Bu boyda kitab olar, bu soyuq suraxdır, bunun kimin başına vursun ölər də. Balı olanın əlinə keçdi və səlam. Mən verim yıxılır. Yox, hələ kitablar gələ-gələ sən yazdığın balaca 5-6 kitabı bir də cibə qoyasan. Kitab sanmallı olur. Bəli, Sanmallı olmalıdır. Qalın kitab yox, qalan kitab yazmaq lazımdır. İstəyib qanlıq yaz, onun içində heç nə olmayandan sonra yaymaq Mübahisə lazımdır. eləmir. Bax, məhəbbətdən danışdıq, sevgidən danışdıq. Nə olsun ki, Çilingər öz həyat yoldaşını atıb gedib başqasına vurulub. İkinci kitabda deyəsən peşman olub qeydicək də olar. Belə deyir, Arif mən. Qaytaracaq. İndi onu Arif mən hesab edəcək, necə olur. Deməli, dava qeydicək də bu Çilingər. O məndən asılı deyil o. Artıq məhəbbət mövzusunda olan ki, bir roman var ha. Qəhrəmanlar mənim nəzarətimdən çıxır. O gəlir. Necə istiqamət, həyat həqiqəti olmalıdır da bu kitabın içərisində də. Həyat həqiqəti onu dedi ki, keçən dəfə o qədər eşqdən, məhəbbətdən danışdıq ki, Nami qardaşımız burada bir dənə gözəl qəzəl dedi. Küçədə cəmaət məni saxlayır, o nə gözəl qəzəl idi. Ona görə gəl xahiş eləyək qardaşımızdan. Bir dənə qəzəl. Gözüm üstələşəm ki, deyək bir dənə, sonra bizi bağışlayarlar yəqin ki. Mən razılaşıram, hər ikisinin fikri ilə razılaşıram. Görürsən, balaca sətirlərdə, Rahib qardaşım, elə bir şeylər yerləşdirmək olur ki, böyük fəlsəfələr. Mən də Səlim qardaşımız faşur verər, gedəndə qaytaracam özünə olur. Bilsəm ki, ömrümün son günləridir. İstərəm mən səni yanımda görüm.
Çıxsa ruhum candan, yaşamaq üçün gərək səni ruh tək canımda görüm. Bunlar balasında bir qəzəl də Allah qoysa yaradım. Nitqim qurudu, yarımı əğyar ilə gördüm. Gül bağına girdim, gülümü xar ilə gördüm. Dövran dəyişib, Leyli Məcnun sevgisi yoxdur. Eşq aləmini dövlətinə var ilə gördüm. Min fitnə fəsadla o qızın eşqinə düşdüm. Puç oldu cavanlığım, ahuzar ilə gördüm. Yox dərdə tabım, hiss edirəm can gedir əldən. Yalnız təsəlli, şərab zəhri mar ilə gördüm. Namiq, dedilər qara saçın vaxtsız ağardı. Eyb etməz, uca dağ başını qar ilə gördüm. Sağ ol. Mən sizlərinlə fərəhinə boydayam. Hayıf qaça qaçda qovha qovdayam. Gedməliyəm Lənkəranda toydayam. Biz sağ gedək sizdə salamat qalın. 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 İspeysin keyfsi dildə dodaqda. İspeysin kəşfi dildə dodaqda. Gahı bal oğlanla olur sınavda. İndi də uçaskov ilə sınavda. İndi də uçaskov ilə nifaqda. Bir gün öləcəksən əldə ayaqda. Sən Allahsız bundan müğayət qalın. Sən Allahsız bundan müğayət qalın. Biz sağ gedək sizdə salamat qalın. Biz sağ gedək sizdə salamat qalın. Anar dediklərini almaram vəcə. Xəstədir həkim onu eləyər malizə. Heç bilmirəm sizdən ayrılım necə. Siz burada edə zarafat qalın. Siz burada edə zarafat qalın. Biz sağ gedək sizdə salamat qalın. Biz sağ gedək sizdə salamat qalın. Şad oldum ki ay rahib gördüm səni. Sağ ol daima unutmursan məni. Gözləyir Lənkəran bizi girdəni. Hamımızı Allaha əmanət qalın. Hamımızı Allaha əmanət qalın. Biz sağ gedək sizdə salamat qalın. Biz sağ gedək sizdə salamat qalın. Doktor, bax, maşallah oxudular, oynadılar, meyxana dedilər, musiqiçilərimiz bizi feyziyab elədi, şair qardaşımız öz yazdığı şeiridir, Arif müəllim romanını müdafiə elədi. Bu sağlıq, salamatlıq, qardaşımız bizdə belə söz dedi. Vəziyyət necə qiymətləndirilir? Vəziyyət burada nə vəziyyəti? Şair tərəf yoxsa roman tərəf? Üzr istəyirəm cənab həkim. Bəli. Bəli Şirin. Deməli yer kürəsi olmasaydı, orada okeanlar birləşməzdi, dağlar birləşməzdi, dənizlər birləşməzdi, vulkanlar birləşməzdi. Arif müəllim də olmasaydı kitabı da, bu gün biz hamımız onun qırağına yerləşməzdik. Sağ ol Əli. Sağ ol, doğrudur. Amma insanlar az vaxt itirməklə, faydaləməklə məşğul olmalıdır. Yaxşı işlərlə məşğul olmalıdır. İnsanları düz yola çağırmalıdır. Bu işlərin hamısı... Doktor, mən bir dənə deyim. Buyurun. Sözü bal şəkərlə kesib.
Bu pensiya çıxıb baxır. Daim ki Uçaskovdur. Oturur pensioner adam neynir? Oturur evdə. Özü üçün yazsın. Öz üçün yazır. Ay kişi, siz oxumaq istəmirsiniz, mən oxumaq istəyirəm. Niyə mənim həvəsimi öldürürsünüz? Mən bu kitabı oxumağa başlamışam. Özdə Mən Çinliklərin... dedim ki oxuma. Yo, deyirsiniz ki, belə yazmasın. Yo, oxuyun. Yo, deyirəm ki. Oxumasın Mən hələ məsələn. ikinci hissəsini oxumağa Heç nə yoxdur onun içində. Mən deyirəm ki, Pensioner Uçaskov roman yazanmaz. Elə əlinə gələn şeyləri yazar. Bəli. Roman yazmaq, hekayə yazmaq, şeir yazmaq, bunlar qayda qanunları var, onlara əziz Ay eləməli. müəllim, bax belə əksinə romanı, məsələn, Uçaskov da şarla bilir. Polis işçi mən tanıyıram ki, elə gözəl şeirləri var ki, elə gözəl sözləri var ki, adama, müəllim, bu Allahın vergisidir o kişi. Allah rəhmət, yaxın dostum olur mənim, çox gözəl adam. Nətə yazır? Xalq istedadlı xalqdır. Görürsün, hamımız burada oxuyuruq. Nə bilim, nə olsun ki, sesimiz yoxdur. Hələ deyir Yusuf mənim. Valla da, qəşəng... Yox, orada bunlar bir də istəmirlər. Biz əsərizdən düşün, indidən o gör neçə yerdə sifariş var ki, o dildə tərcümə olunur. Bax, doğru sifarişlər var. Çox xahiş edirəm. Yaxşı tutaq ki, buradakılar bilmədi, fransız da bilmədi, ingilis də bilmədi, ispan da bilmədi. Biraz da çox olar. Ha? Mən elə Avropa deyirəm, elə şərq tərəfdən mən deyə bilərəm sənə. Mən çox xahiş edirəm, Arif müəllim. Yazın. Özdə ikinci hissəsində, üçüncü hissəsində şəxsən mən öz payıma ödəyirəm, mən oxuyacağam. Allah ömür versə. Bəli. Bir İnşallah. şey soruşum sənə. Bax o roman yaxşıydısa, Namiq qardaş burada qulaq asırdasın. Sən tərəfə keçdi sonra qaçdı çıxdı getdi. Niyə getdi? Müəllim, onların toy vardı, ona təzə. Yoxsa bu kitabdan ayrılmaq Toy bəhanə elədilər, xoşlarına gəlmədi. Xoşlarına gəlmədi. Xoşlarına gəlmədi. Toy Kitabdan xoşları gəlmədi. Mənə gəldi. Gələn Paxıllı dəfə adamsın. bu məsələni müzakirə edərək soruşarıq ondan. Bu roman dediyin dillərə tərcümə olunur da düzdür. Yox, sifariş veriblər. Qavuna bağlanacaq, bəli. İnşallah nə Avropa dövlətlərində. Onlar üçün yetərli ola bilər. Bizim millət üçün yetərli deyil. Yox. Mövzu Bizim üçün Mən düzgün üzr deyil. Belə roman bizimkilər Arif oxumur. müəllim, Bəli. çox üzr istəyirəm cəmaatdan. Burada bir nəfər gəlib, kitabdan eşidib, xəbər bilib, təzə kitab çıxıb. Soruşur ki, o kitabdan artıq var və yaxud satışlar var, ondan hardan əldə etmək olar? Satışda qutarıb, indi təkrar nəşr olunur. Ay gördün?